Kartımdan 70 manat çıxıldı. İnternetdən ödəniş edərkən belə bir başıma hadisə gəlib. İstəyirəm sizlərlə bölüşüm ki, sizlər belə şeylər yaşamayasınız. İnternetdə CV yaradarkən başıma belə bir hal gəldi. Bir qohumum üçün CV hazırlayırdım və sayta daxil olaraq onlayn CV yarat daxil oldum və başladım CV hazırlamağa. Sona gəlib çatdıqda məndən kiçik bir məbləğ istədi ki, bu məbləği ödəyərək CV-ni yükləyə bilərsiniz. Mən də diqqətsizlik edərək kiçik məbləğ olduğu üçün artıq bunu hazırlamışam, yaxşı bir CV forması əmələ gəlib, bu kiçik məbləğdir, bunu ödəyim, CV-ni götürüm deyə ödənişə etdim. Hansı ki 2 manat nə qədər də ekranda görürsünüz. Və 14 gün keçdikdən sonra isə bir də görüm hesabımdan 70 manat pul çıxıldı. Baxıram ki, həmin bu CV yarat. Ekranda gördüyünüz kimi, bu niyə çıxılıb? Deməli, sayta daxil oldum və öz öyrənmək istədim ki, deməli, əlaqəyə daxil olaraq öyrənmək istədim ki, nə məsələdir və orada qarşıma belə bir şey çıxdı ki, tipa siz ilkin öncə sınaq müddətinə girmək üçün bu ödəniş edirsiniz, sonra isə 14 gündən sonra hesabınızdan aylıq abunə haqqı çıxır və siz bir ay bunu abunə olursunuz. Hansı ki, yenidən həmin e-mail yazıb sayta daxil olanda həmin e-mailin qeydiyyatda olmadığını göstərir. Yəni, bu nə deməkdir? Həqiqətən də biz aldadılmışıq. Düşünün ki, mən bir CV yaradıram. Hansı ki, bu CV-ni yaradıb illərlə istifadə etmək olur. Mən aylıq abunə haqqını nə edirəm ki, yəni orada hər gün CV yeniləmirəm ki, belə baxanda. Mən diqqətsizlik edərək belə bir başıma hadisə gəldi. Orada ödəniş etdikdə də belə çox da məlumat yazılmamışdı. Sadəcə diqqətli olmaq lazımdır. Mən diqqətsizlik etdim. Yəni, CV yaratmağın bir çox deməli, pulsuz saytlar var. Girib saytı CV yarada bilirsiniz. CV formasını yükləyərək pulsuz şəkildə doldura bilirsiniz. Yəni, belə hallar olduğu halda mənim başıma belə bir şey gəldi. Belə halların olmaması üçün mən ilk öncə diqqətli olmağı tövsiyə edirəm. Sonra da ki, hər hansı bir ödəniş etdikdə bu ödəniş üçün, internetdə ödəniş üçün fərqli bir kartdan istifadə edin. Həmişə pul saxladığınız bir kart deyil də, sadəcə bunlar üçün istifadə edəcəyiniz bir kart istifadə edərək belə hallarda ən azından qoruna bilərsiniz, dostlar. Mən yaşadım, siz yaşamayın. Videonu bəyənib paylaşın ki, digər insanların da başına belə hallar gəlməsin. Sağ olun.